Robotlar bir gün gəlib sizdən hüquq tələb etsə, nə edərsiniz? Yəni, onların həqiqətən şuurlu olub-olmadığını necə bilərik axı? Hə, bu artıq sadəcə filmlərdə gördüyümüz bir şey deyil, elə deyilmi? Qətiyyən. Texnologiya bizi, deməli, çox dərin fəlsəfi suallarla üz-üzə qoyur. 1 və 0-a xoş gəlmisiniz. Salamlar. Bugünkü mövzumuz baxın, robotlar hüquq sahibi ola bilərmi? Əlimizdə xeyli material var. Fəlsəfi məqalələr var, Avropa Birliyinin o məşhur suni intellekt aktı kimi hüquqi sənədlər var, texnoloji analizlər, hətta onlayn müzakirələr də tapdıq. Bəli, mövzu çox aktiv müzakirə olunur hər yerdə. Məqsədimiz odur ki, bu mürəkkəb sual ətrafındakı əsas argumentləri, fərqli baxışları, yəni nəzərə alınmalı məqamları sizin üçün biraz aydınlaşdıraq. Çalışaq, çünki həqiqətən çox şaxəllidir. Məsələn, bu texnologiyaları yaradanda hansı dəyərləri əsas götürməliyik? Kim fayda görəcək, kim zərər çəkə bilər? Bu kimi suallar var. Tamamilə. Təhlükəsizlik, məxfilik, məsuliyyət, bərabərlik, bunlar hamısı necə balanslaşdırılmalıdır, bu əsas məsələdir. Hə, mənbələrdən biri Dassimlinin araşdırması deyir ki, Avropa Birliyi daha çox, necə deyim, proaktivdir. Yəni riskləri əvvəlcədən görüb qayda qoymağa çalışır. Bəli, süni intellekt aktı buna bariz nümunədir. ABŞ isə daha çox reaktivdir. Yəni problem çıxır, sonra reaksiya verirlər. İki fərqli yanaşma. Bu da bizi birbaşa hüququn özünün kökünə aparır. Yəni, hüquq dediyimiz şey nəyə əsaslanır axı? Niyə bəzi varlıqların hüququ var, bəzilərinin yoxdur? Maraqlı sualdır. Hə, məsələn, bəzi onlayn müzakirələrdə, Reddit kimi platformalarda insanlar deyir ki, əsas məsələ əzab çəkmə qabiliyyətidir. Əgər bir varlıq əziyyət çəkə bilirsə, deməli, onun qorunmağa ehtiyacı var, yəni hüquqları olmalıdır. Məntiqli səslənir bir tərəfdən. Amma başqaları deyir ki, yox, əsas olan sosial müqavilədir. Yəni, cəmiyyətin qaydalarına əməl edə bilirsənmi, öhdəlik götürə bilirsənmi, əgər bacarırsansa, o zaman hüquqların da olur. Aha, bu da fərqli bir baxışdır. Görürsünüz, bu fərqli yanaşmalar bizi, məsələn, körpələrin və ya heyvanların hüquqları məsələsində də fərqli nəticələrə gətirir. Robotlar məsələsi isə bunu daha da, necə deyim, qəlizləşdirir. Tamamilə doğrudur. Və bu, bizi birbaşa süni intellektin özünün nə olduğuna gətirir. Yəni, nədən danışırıq əslində? Bəli, bu vacibdir. Stanford Fəlsəfə Ensiklopediyası kimi mənbələr deyir ki, süni intellekt çox geniş bir spektrdir da. Bir tərəfdə yalnız çox konkret, məhdud işləri görən dar süni intellekt var. Məsələn, şahmat oynayan proqram kimi. Bildiyimiz, gündəlik həyatda qarşılaşdığımız bir çox sistem kimi. Bəli. Digər tərəfdə isə hələ ki daha çox nəzəriyyədə olan, amma hədəflənən ümumi süni intellekt var. Yəni, insan kimi geniş düşünmə, öyrənmə qabiliyyəti olan bir şey. Ümumi problem həll etmə bacarığı olan. Məhz. Əsas sual da budur. Biz həqiqətən şuurlu, yəni hiss edən, öz məni olan bir süni intellekt yarada bilərmi? Bu $1 milyon sualdır, həqiqətən. Yoxsa onlar nə qədər ağıllı görünsələr də, sadəcə çox mürəkkəb proqramlar olaraq qalacaqlar. İnsan davranışını çox yaxşı təqlid edən, amma içi boş mexanizmlər. Fəlsəfi cəhətdən dərin mübahisələr var bu barədə. Turing testi və s. Hətta bəzi onlayn müzakirələrdə belə bir fikir də var ki, bəlkə də süni şuur bizim bildiyimiz kimi tək bir fərddə olmayacaq. Necə yəni? Yəni, paylanmış bir şuur ola bilər. Bir neçə maşın arasında, bir şəbəkə kimi, kollektiv bir zəka, kollektiv bir şuur. Maraqlı bir perspektivdir. Fərdi şuur anlayışımıza meydan oxuyur. Filosoflar arasında da təbii ki, bu hüquq məsələsində fikir ayrılığı var. Əlbəttə. Məsələn, mənbələrdə adı keçən Mark Zuckerberg var. O, çox maraqlı bir şey təklif edir. Əlaqəli dönüş deyir buna. Əlaqəli dönüş. O nə deməkdir? Deyir ki, bəlkə də əsas məsələ robotun içində nə baş verməsi deyil, yəni onun həqiqətən şuurlu olub-olmaması deyil, əsas olan bizim onlarla qurduğumuz münasibətdir. Əgər biz onlarla elə davranırıqsa ki, sanki onların hüquqları var, məsələn, bir robot itə qarşı qayğı göstəririksə, bəlkə də bu münasibət özü zamanla onlara hüquqi status qazandıra bilər. Yəni, hüquq bizim münasibətimizdən doğur. Çox maraqlı yanaşmadır. Yəni, obyektiv reallıqdan çox bizim subyektiv rəftarımız önəmli olur.
Bəli, bir növ. Amma məsələn, Joanna Bryson kimi başqa filosoflar var ki, onlar buna qətiyyən qarşıdırlar. Deyirlər ki, robotlara hüquq vermək təhlükəlidir, bu insan məsuliyyətini azaldar. Aydındır. Əks arqument də güclüdür. Hüquqi tərəfdən də, məsələn, Avropa Parlamenti bir vaxtlar müzakirə etmişdir ki, robotların vurduğu zərərə görə məsuliyyət kimi məsələləri həll etmək üçün onlara xüsusi bir elektron şəxs statusu verilsin. Hə, eşitmişdim bu barədə. Amma bu təklif, necə deyim, çox dəstək görmədi və hələlik qanuna çevrilməyib. Həm də bu, yalnız mülki məsuliyyətə aid idi, cinayət məsuliyyətinə yox. Avropa Birliyi isə dediyimiz kimi daha pragmatik bir yol seçib, süni intellekt aktı ilə. Onlar daha çox indiki risklərə fokuslanıblar deyəsən. Tamamilə. Aktın əsas prinsipi insan mərkəzliliyidir. Yəni, süni intellekt insana xidmət etməlidir. Onun hüquqlarını pozmamalıdır. İnsan ləyaqəti, məxfilik, ayrı seçkiliyin olmaması kimi təməl hüquqlar qorunmalıdır. Məhz. Və akt xüsusilə yüksək riskli sayılan sistemlərə çox ciddi tələblər qoyur. Hansı sistemlərdir bunlar məsələn? Baxın, məsələn, işə qəbul prosesində istifadə olunan algoritmlər, kredit reytingini müəyyən edən sistemlər, hüquq mühafizə orqanlarının istifadə etdiyi bəzi proqramlar və ya əsas xidmətlərə çıxışı idarə edən sistemlər. Bunlar yüksək riskli sayılır. Aydındır. Yəni insanların həyatına birbaşa təsir edən sahələr. Bəli. Və bu sistemlərdən yüksək dəqiqlik tələb olunur, kiber təhlükəsizliyə qarşı dayanıqlı olmalıdırlar, riskləri idarə etmək üçün mexanizmlar olmalıdır və ən əsası, insan nəzarəti həmişə mümkün olmalıdır. Həlledici məqamlarda insan müdaxilə edə bilməlidir. Bu insan nəzarəti məsələsi çox vacibdir məncə. Şübhəsiz. Çünki etik risklər həqiqətən də az deyil. Baxın, mənbələriniz bir neçə əsas problemi vurğulayır. Birincisi, məxfilik. Bizim məlumatlarımız dayanmadan toplanır. Hə, o nəzarət kapitalizmi deyilən şey. Bəli, məlumatlarımız bir məhsula çevrilir, hələ o qaranlıq naxışlar var internetdə, bizi manipulyasiya edib istəmədiyimiz şeyləri etməyə vadar edirlər. Çox rastlaşırıq. İkinci böyük problem qərəzlilik. Əgər süni intellekti öyrədən məlumatlarda cəmiyyətdəki ayrı seçkilik varsa, sistemdə bunu öyrənəcək Və təkrarlayacaq, bəlkə də gücləndirəcək. Tam olaraq. Mənbələrdə Avroşdakı kompas sistemi nümunə çəkilir, hansı ki cinayət riskini qiymətləndirir və qeyri-ağlara qarşı qərəzli olduğu iddia edilir, ya da Amazonun köhnə işə qəbul alqoritmi qadınlara qarşı qərəzli idi. Dəhşətdir. Üçüncüsü, şəffaflıq problemi. O qara qutu məsələsi. Bəzən bilmirik ki, süni intellekt niyə məhz bu qərarı verdi, nəyə əsaslandı. Bu da etimadı azaldır təbii ki. Əlbəttə, Avropadakı GDPR qanununda izahat hüququ var, bu biraz kömək etməyə çalışır, amma tam həll deyil. Və nəhayət, məsuliyyət boşluğu. Məsələn, o avtonom silahlarla bağlı dediyiniz. Bəli. Tam avtonom bir silah, səhv edib günahsız birini vursa, kim cavabdehdir? Proqramçı, istehsalçı, əmri verən komandir çox mürəkkəbdir. Hətta seks robotları kimi daha niş sahələr belə, razılıq kimi, insan münasibətlərinə təsir kimi yeni etik suallar gətirir. Doğrudan da hər tərəfi sualdır. Gələcəyə baxanda isə bu müzakirələr daha da kəskinləşir deyəsən. Hə, çünki texnologiya dayanmır. İş yerlərinin kütləvi avtomatlaşdırılması məsələsi var. O inandırıcı saxta videolar, deepfakes, bunların yayılması və informasiyaya təsiri. Dezinformasiya üçün çox güclü alətdir. Və hətta bəzi futuroloqların o singulyarlıq dediyi nöqtə, yəni süni intellektin insan zəkasını keçdiyi an. Super intellektin yaranması. Bu, bəziləri üçün həyəcan verici, bəziləri üçün isə qorxuducu bir perspektivdir. Avropa Birliyinin aktı dərin saxtakarlıqlara dair şəffaflıq tələbləri kimi bəzi məsələlərə toxunur. Amma bu böyük gələcək ssenariləri qarşısında hələ çox cavabsız sual var. Bəli, bu akt daha çox yaxın perspektivdəki riskləri tənzimləməyə çalışır. O, singulyarlıq kimi məsələlər hələlik daha çox nəzəri müzakirə müstəvisindədir. Deməli, dinləyici, gördüyünüz kimi, bu robotların hüquqları məsələsi sadəcə bir texniki, kod yazaq olsun məsələsi deyil. Qətiyyən. Bu, bizi hüququn fundamental mənası haqqında, şuurun təbiəti, ümumiyyətlə varlığın əxlaqi statusu haqqında, bir də texnologiyanın cəmiyyətdəki yeri haqqında dərindən düşünməyə vadar edir. Çox fundamental suallardır. Fəlsəfi, etik, hüquqi hamısı iç-içədir. Tamamilə.
Və Avropa Birliyi kimi qurumlar müəyyən tənzimləmələr etməyə çalışsa da, texnologiya o qədər sürətlə inkişaf edir ki, müzakirələr, yəni hələ çox davam edəcək. Bu bitmiş bir söhbət deyil. Bəs siz nə düşünürsünüz bu barədə? Təsəvvür edin, bir gün yaratdığımız süni intellekt sistemləri həqiqətən, necə deyim, bizim kimi düşünməyə, hiss etməyə, hətta bəlkə əzab çəkməyə başlayır. Hipotetik olaraq bəli. O zaman onlara qarşı bizim mənəvi öhdəliklərimiz nə olardı? Hüquqi məsuliyyətimiz necə formalaşardı? Bu təkcə uzaq gələcək üçün bir fantaziya deyil, elə deyilmi? Yox, qətiyyən. Bu, elə bugün süni intellekti hansı prinsiplərlə, hansı dəyərlərlə dizayn etdiyimizlə, onu necə tənzimlədiyimizlə, cəmiyyətimizə necə inteqrasiya etdiyimizlə bağlı verdiyimiz qərarlar üçün də düşünürəm ki, çox kritik bir sualdır. Bugün attığımız addımlar sabahımızı müəyyən edəcək.